imkanı olan qaçsın. Salam aleyküm. Nətərsən ana? Əyləşin, əyləşin. Ay nənə, otur, hara gedirsən, otur. Otur, vallahi inciyərəm, Allah haqqı. Otur. Allah Allah. Heç də olmaz, mən yaxşı verəcəm. Gəl ana, gəl. Qurban olum deyəcəm ha. Bax, qurban olum deyəcəm. Gəl. Sən zəzitlisən, sən gözü yiyeyim. Hə? Şəkilidir. Zəzitlisən. Görsən? Gördün nə tər tanıdım. Otur. Qorxma. Valla. Nənə, sən gözü yiyeyim mən. Mən həyatı sual deyəcəm sənə. Sən də cavab verəcəksən. Yaxşı? Şəkil pis düşdü, yaxşı düşdü. Güya biz yaxşıyıq. Allah bilir indi nəyə oxşuyuruq. Ha da? Niye? Çirkin orada. Ay sağ ol, qurbanım Allah. Ay nənə, qulaq as. Adın nədir? Nə yoxdur? Ağılsa. Kəsəliyi var da. Allah səni saxlasın. Sağ ol. Bağları üstündən əksik olmayasın. Sağ ol. Adın nədir nənə? Pəri. Pəri nənə. Pəri nənə. Bax, mən canım bir bəla. Cana möhtac olmayasan. Bir-birimizi tərifləyək, sonra axşam olsun. İnşallah. Bax, deyirəm ki, həyatda dərd çəkmək var ha. Bizə nələri öyrədir o? Hər bir şey. Məsəl üçün. Nə bilim, xoş günlər. Birinci, ikincisi də xoş günlər olur. Allah xoş günlər versin bana. Hamınız ömrünüz uzun olsun. Min yaşayasınız, balalarınızla xoşbəxt olasınız. Mən də balalarım. Yüksəkdən danış. Bax, dərd çəkirik. Dərd ümumi belə deyək də, çərçivədə fərqli olur. Bunların yanında Allah eləməsin pis dərdlər də olur. Bunun yanında yaxşı dərdlər də olur. Yaxşı dərdlərə biz nə deyirik? Məsələn, evlad qayğıları deyirik. Hə, evlad qayğıları, nə bilim, gələcəklərini fikirləşirik, nə edirik? Bu da bir mənada dərd çəkməkdir. O bizə nələr öyrədir həyatda, bizə nə yetişdirir bizimlə? Hər bir şey. Məsəl üçün. Yaxşılıq. Yaxşılıq. Ancaq yaxşılıq öyrədir. Ancaq yaxşılıq. Ev qurmaq, ailə dolandırmaq, başçılıq eləmək, gəlin gətirmək, körpü uşağa maraqlanmaq falan. Cavanların xoşbəxtliyini evləndirməli, gözəl belə şərait yaratmalı. Ev, eşik bu olur. Daha çox şeydən mən bilmirəm, hələ belə şey elə olmur. Birinci dəfə. Birinci dəfədir. Yaşlanmışam, qocalmışam da. Neçə yaşın var nənə? 61 yaş. Maşallah, 61 yaş. İndi o nənə qaçdı, o nənənin adı nə idi? Nə bilməm, Allah'ım. Nənə adı nə idi? Ay Cənnət. Ay Cənnət nənə, sən bizə baxırsansa deyirəm sənə, ay Cənnət nənə. Bax, özü də Şəkidəndir, Zəziddən idi o deyəsən. Qaçdın, getdin, eybi yoxdur. Borcun olsun bizə. Nənə, Allah Pəri nənə, Allah sağ can sağlığı versin. Sən ki, bax, Ağbirçək, Ağsaqqal danışmışdı, amma Ağbirçək danışmamışdı. Hə, amma çox şey dedin. Çox şey dedin ki, bizə nələri öyrədir. Başçılarınıza rəhm eləsin. Amin, amin. Ucaca duranları, uca boyluları, belə nətər deyim, bilikliləri, cəmaati yola vuranları, Allah kömək olsun onlara falan. Amin inşallah. Hamısından beraber. Heç vaxtlara sanmadın, çətinlik çəkməyəsiniz. Biz də sizin sayanızda hörmətlə düşünürük. Oğlusunuz hörmət. Hörmətli tamaşaçılar, bax, həqiqətən də əsas o haqq hesab ki var, kulminasiya nöqtəsi, bu ağsaqqalların, ağbirçəklərin dualarıdır, bizi saxlayır. Bu, Allahla bizim aramızda olan bir gerçəkdir. Həqiqətən də yaradan buyurur ki, bax, beli bükülmüş, dişi tökülmüş, saçı ağarmış, yanınızda bu qocalar olmasaydı, bəlalar üstünüzə sel kimi gələrdi. Mən öz adımdan deyirəm ki, Allah sizi əks eləməsin bu ocaqlardan inşallah. Sağ ol nənə, sağ ol. Gəl səni öpüm bir dənə. Mən də sağ olun. Allah sağ eləsin, sağ ol.